küçələrə çıxıb bayramlarını qeyd edirlər. Amma məsələ burasındadır ki, İsrail İranda məhv etdiyi alimlərin sayına qədər, nüvə alimlərinin sayına qədər, hansı ki bunu İranın özü də təsdiq etdi, yatağında öldürdüyü generalların sayına qədər, adına, soyadına qədər təqdim etdi. Madam ki İran İsraili darmadağın eləyib, amma bir heç olmasa yüksək nüfuzlu öldürdüyü bir adamın adını açıqlasın İran ki, biz İsraildə məsələn də Mossadın rəhbərlərindən birini öldürdük və yaxud da ki, bilməm, hansısa generalı öldürdük, Müdafiə Nazirliyinin hansısa bir xüsusi əməkdaşını öldürdük. Bu statistika yoxdur heç də. Orada dünyasını dəyişənlər də adi sıravi vətəndaşlardır. Müəyyən şəhərlər var idi ki, onları İran dağıtdı. Bunların hər biri də yəni faktı paylaşıldı, görüldü. Amma ki, darmadağın etdik, dünyaya göstərdik ki, biz İsraili məhv etdik filan filan. Bu ermənilər mütəmadi olaraq yalan danışıb özlərini inandırdıqları kimi İran da yalan danışıb özlərini inandırırlar. Hər halda deyir ki, o taylı tayını tapar məsələsi var. Əslində İranla Ermənistanın indi niyə bir-birlərinə bacı qardaş deməkləri ortadadır. Çünki hər ikisinin eyni xülyaları var. Bütün dünya göstərir də nəyin baş verdiyini, İsrailin necə vurduğunu, İranın necə vurduğunu. Amma İran deyir dağıtdım. Tamam da dağıtdınsa, öldürdünsə, yüksək rütbəli məmurlarını məhv etdinsə, o zaman bircə ad ver. Məsələn, 10 ad demirik ki, bircə ad ver. Bəzi Türkiyə televiziyası var ki, onlar da bu, belə deyək də, axına qoşulublar. Çünki onlarda da İranı çox var gücü ilə dəstəkləyənlər var. Yəni, ölkə siyasətini qoyublar bir kənara, artıq öz hissləri ilə yanaşanlar var. Məsəl üçün, onlar da deyirlər, darmadağın edildi. Məsəl üçün, onların xəbərlərinə baxanda düşünürsən ki, İsrail ümumiyyətlə yer üzündə yoxdur. Sonra keçib başqa kanallara baxırsan, görürsən ki, yox, elə İsrail necə varsa, elə də var. Yəni, hər iki tərəfdən dağıntılar oldu, amma bir şey faktdır ki, İranın ona yaxın nüvə alimini məhv elədi İsrail. Bu nə deməkdir? Onlar ondan sonra da nüvə üzərində nüvə silahı əldə etmək üçün işləsələr də, amma işləyən başları yoxdur artıq, çünki onları İsrail məhv etdi.